Telman Əmirov, ümumi plastik cərrah, transplantoloq, tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası və MedStyle Klinikası. Ümumi plastik cərrah transplantoloq, Azərbaycan Tibb Universitetinin 3-cü Cərrahi Xəstəliklər Kafedrasının plastik cərrahiyyə kursunun müəllimi, tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Cərrahlar və Gastroenteroloqlar Cəmiyyətinin, Türk dilli dövlətlərin orqan transplantasiya dərnəyinin, Azərbaycan Cərrahlar Cəmiyyətinin, Avropa Kolorektal Cərrahiyyə Cəmiyyətinin, Türkiyə Kolorektal Cərrahiyyə Cəmiyyətinin, Türkiyə Cərrahiyyə Dərnəyinin üzvü, ümumi və plastik cərrah, tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Tibb Universitetinin 3-cü Cərrahi Xəstəliklər Kafedrasının nəzdində olan plastik cərrahiyyə kursunun müəllimi Əmirov Telman Cəlaloğlu, Qərbi Azərbaycanın Göyçə mahalında, Basarkeçər rayonunun Nərmanlı kəndində, Ermənistan SSR Vardeniz rayonunda anadan olmuşdur. Doktor Telman Əmirovun təhsili. Telman Əmirov 1987-1993-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə İşi Fakültəsində təhsil alıb. 1993-1994-cü illərdə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra Musa Nağıyev adına təcili tibbi yardım xəstəxanasında internaturada olmuşdur. Peşəkar fəaliyyətə başladıqdan sonra ölkə daxilində və yaxın xaricdə ixtisas artırma və təkmilləşdirmə kurslarında, həmçinin elmi praktik konferanslarda, təlimlərdə iştirak edərək təhsil və təcrübəsini artırmışdır. 2014-2015-ci illərdə Türkiyə Cumhuriyyəti 9 Eylül və Ege Universiteti xəstəxanasında böyrək və qaraciyər köçürülməsi üzrə təkmilləşdirmə təlimində olmuşdur. Doktor Telman Əmirovun əmək fəaliyyəti. Telman Əmirov 1995-1996-cı illərdə Azərbaycan Tibb Universitetinin Anatomiya Kafedrasında baş laborant işləyib. 1996-2011-ci illərdə Tibb Universitetinin 1-ci Cərrahi Xəstəliklər Kafedrasında baş laborant işləyib. 2011-2014-cü illərdə Aristokrat Tibb Mərkəzinin baş həkimi işləyib. 2014-2015-ci illərdə Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında transplantologiya şöbəsinin müdiri vəzifəsində işləyib. 2015-ci ildə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında qəbul şöbəsinin müdiri vəzifəsində işləyib. Hazırda ümumi cərrah və elmi işçi olaraq Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında peşəkar fəaliyyətini davam etdirir. Doktor Telman Əmirov Plastik Cərrahiyyənin Tədrisi kitabının həm müəllifidir. Tibb Universitetinin 3-cü Cərrahi Xəstəliklər Kafedrasında müəllim işləyir. 2019-cu ildə Bakıda yerləşən Avrasiya Klinikasının baş həkimi işləyib. Eyni zamanda MedStyle Klinikasında direktor vəzifəsində çalışır. Elmi işləri və məqalələri. Doktor Telman Əmirov 30-a yaxın dərc olunmuş elmi iş, 10 məqalə və 15 tezisin müəllifidir. Elmi işlərinə misal olaraq bunları qeyd etmək yerinə düşər. Ağır peritonitlərdə hipotermik sanasiya zamanı böyrək toxumasında baş verən histomorfoloji dəyişikliklər, mürəkkəb pararektal fistulların perioperativ kvant terapiyası, mürəkkəb pararektal fistulların cərrahi müalicəsinin prinsipləri və s. İştirak etdiyi təkmilləşdirmə kursları və konferanslar. Doktor Telman Əmirov peşəkar fəaliyyəti dövründə 40-dan çox yerli və xarici ölkələrdə keçirilən elmi praktik konferanslarda iştirak etmişdir. 2014-cü ildə Telman Əmirov Türkiyə Cumhuriyyətində İzmir şəhərində yerləşən 9 Eylül Universiteti xəstəxanasında 6 aylıq müddətdə plastik cərrahiyyə kursu keçmişdir. 2014-2015-ci illərdə Ege Universiteti xəstəxanasında transplantologiya, qaraciyər və böyrək köçürülməsi kursunda iştirak edib. 2018-ci ildə Almaniyada beynəlxalq konferansda iştirak edib. 2023-cü ildə Türkiyədə Ankara Tibb Fakültəsinin Plastik Rekonstruktiv Cərrahiyyə Kafedrasında yenidən plastik cərrahiyyə kursu keçmişdir. Hər iki plastik cərrahiyyə kursunda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göndərişi ilə iştirak etmişdir. Doktor Telman Əmirovun üzvü olduğu tibbi asosiasiyalar, Azərbaycan Cərrahlar və Gastroenteroloqlar Cəmiyyəti, Türk dilli dövlətlərin orqan transplantasiya dərnəyi, Azərbaycan Cərrahlar Cəmiyyəti, Avropa Kolorektal Cərrahiyyə Cəmiyyəti, Türkiyə Kolorektal Cərrahiyyə Cəmiyyəti.
Telman Əmirovun 2-ci Qarabağ müharibəsində iştirakı. Qeyd etməliyik ki, ümumi cərrah doktor Telman Əmirov 2020-ci il 27 sentyabr və 8 noyabr tarixlərində torpaqlarımızın düşmən işğalından azad olunması və suverenliyimizin bərpası uğrunda gedən Vətən müharibəsində fəal iştirak edən qəhrəman fədakar həkimlərimizdən biridir. Müharibənin əvvəlindən axırınadək həkim cərrah kimi iştirak etmiş 140 nəfər əsgərimizi cərrahi əməliyyat edərək həyatını xilas etmişdir. Ensaylı hərbi hissənin korpus komandirinin müavinini əməliyyat etmişdir. Həmçinin 100 nəfər əsgərimizə şəxsi vəsaiti hesabına mobil telefon alaraq bağışlamışdır. Müharibədə fəal iştirakına görə müvafiq dövlət qurumları tərəfindən fəxri fərmanlarla təltif edilmişdir. Tibb üzrə fəlsəfə doktoru Telman Əmirovla əlaqə, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası və Medistal Klinikası. Əlaqə telefonu 050 320 40 99.